Selamun Aleyküm ve Rahmetullah Şeyh. Və aleykum salam və rəhmətullah və bərəkatuhu. Şeyh, 8 Mart cəmiyyətdə yayılan adı ilə Qadınlar Günü. Bu günün müsəlmanlara bir aidiyyatı varmı? Elhamdülillah vahdə və salatu və salamu alə məllə nəbiyyə bədə əmmə bə'd. Selamun aleykum və rəhmətullah və bərəkatuhu. Amma o ki qaldı 8 Mart Qadınlar Günü. Təbii ki, dinimizdə belə bir şey yoxdur. Qadınlar Günü və ya Kişilər Günü və ya Uşaqlar Günü. Elə şey yoxdur. Bunlar hamısı qəlbdən bizim dində olmayan, bizim adətə zidd olan tərəflərdən gəlir. Bizdən olmayanlar tərəfdən gəlir. Və biz də bunun baxırıq səbəbinə. Hər şeyin səbəbi var. Ne üçün bunlar Qadınlar Günü ediblər? Bir gün. O da çünki qadınların öz ölkələrində haqları yox idi. Onlar işləyirdilər, işlədirdilər. Çox saatlarla işə cəlb olunurdular. Ona görə bir gün ayırdılar ki, heç olmasa o gün qadınlara hörmət edin. Təbii ki, indi bizdə də ola bilsin qərbə meyillilər və ya o tərəfə elə baxanlar ki, həyat göykü odur, özlərini oxşatmaq istəyirlər ola, götürdülər, başladılar olan adətlərini götürməyə. Əslində düzgün deyil. Əslində düzgün deyil. İslamda 8 Mart və ya Qadınlar Günü, Kişilər Günü belə şey yoxdur. Qadının hörməti həmişə qüvvədədir, əsasdır, əsas məsələlərdən biridir. Həmçinin kişinin hörməti, uşağın hörməti, insan haqları daima gündəmdir və hətta öləndən sonra dinimiz insan haqlarını qoruyur. Ona görə elhamdülillah bizim dinimiz kamil, haqq, kamil və adətimiz də qarışıb bu dinə. Belə dini baxmalı, dinə baxmamaq, belə adətləri nəzərdən keçirməmək, gedib başqa dinlərdə əlaqəli olan, başqa adətlərlə əlaqəli olan məsələləri gətirmək, özü onlara oxşatmaq düzgün deyil. 8 Mart belə şey yoxdur. Qadınlar Günü, hələ şey yoxdur. Qadınlar üçün hər gündür. Kim hörmət eləyirsə, öz qadınına hər gün hörmət eləsin. Yox, qadınına pis baxır, 8 Mart'ı gətirib bir dənə gül verməklə ona məsələlər həll olunacaq. O alladıcı üslublarla hamısı. Burada qadınlar da özlərini aldadırlar, əslində Şeyh. Əlbəttə, yəni o nədir? Qadına bir gün. Neçə yüz gündən qadına bir gün ayırmaq özü hörmətsizliyidir. Yəni, yavaş-yavaş biz öz əslimizə qayıtmalıyıq. Öz adət-ənənəmizə, öz dinimizə, öz əqidəmizə. Və bu qədər. Allah sizdən razı olsun Şeyh.